Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. 1. Yahya 1:9. Allah bugün deyir: daimi günahkarlıq hissi ilə yaşamaq və ya daima günahın üçün gizlənmək mənim planlarımda yoxdur. Cəsarətli ol, qarşıma gəl və tövbə et. Çünki mənim planlarımda səni bağışlayıb sənə yeni həyat vermək var. Amma bu həyatı almaq sənin seçimindən asılıdır. Necə? Tövbə və etiraf. Bu iki hərəkət sənin mənə gələn yollarını açacaq. Səmimi tövbə göy qapısının möhürünü sındırıb, məbədimin divarlarını silkələyir. Səslənən etiraf sözləri ətirli buxur kimi könlümü xoş edir. Ona görə yox ki, səni incitmək və qırmaq istəyirəm. Ona görə ki, sən mənə qapılarını açırsan və mənim bütün gücüm sənin yollarında olan maneə və çirkabı təmizləmək üçün yönəlir. Mən tövbəni qəbul etmək üçün aşağı enirəm. Aşağı enən zaman isə sənin bütün yollarını təmizləyir və sənin rahatlığın üçün əlimdən gələni edirəm. İndi, bu an, mən səni görürəm. Qəlbini və ehtiyaclarını, qəlbində mənə olan ehtiyacını görürəm. Əzizim, gəl, indi mənimlə bölüş. Qəlbində səni incidən bütün səhvlərini de. Mən onları siləcəyəm. Gəl və əlimi tut. Birlikdə göyə qalxan pillələri addımlayaq. Mən əlini əsla buraxmayacağam. Gəl birlikdə dua edək. Rəbbim, sənin sədaqətli və ədalətli olduğunu bilirəm. Bugün sənin qarşına tövbə ilə gəlirəm. Qəlbimi, düşüncələrimi, yolumu sənə açıram. İçimdə gizlədiyim yük kimi daşıdığım hər şeyi etiraf edirəm. Sən ki günahları bağışlayansan, mənə yeni həyat bəxş et. Qəlbimi pak et, yolumu düzəlt və məni sənin nurunda yaşadan Rəbbim ol. Əlini uzat və heç zaman buraxma. Amin. Əzizim, mən artıq sənin əlindən tutmuşam.